millətçi hərəkətçilər və böyük millətimiz. Sevgi dolu salamlarımı təqdim edirəm və yenə də qulluğunuzdayam bir önəmli və əhəmiyyətli məsələyə görə. İstəsiz adını da əvvəldə də deyə bildik və ya danışığımızın sonunda gətirə bildik. Məncə, önəminin çox olduğuna görə elə həm danışığımızın əvvəlində və həm sonunda mətrəh eləməyimiz qonunu və mövzunu məncə yaxşı olar. Hazır olmalıyıq. Hazırlığımız olmalıdır. Əlbəttə, bütün millətçi və hərəkətçilər onlar ki, günləri şəxsilərini və şəxsi mənfəətlərini həda ediblər yurd və vətən uğrunda, ulus və millət uğrunda və çox önəmli bir məsələ var. O da bu ki, onlar ki, inancları var qurtuluşa. Bu çox mühümdür. Onlar ki, inancları var qurtuluşa. O hərəkət və o millət qurtular ki, qurtuluşuna inana. Bu inanc olursa, bütün əngəlləri və maneələri aşmaq olar və o kutsal və müqəddəs amaca yetişmək olar, varmaq olar. Söz uzatmayayım. Belə deyim ki, bugünkü durum çox kritik və həssas bir durumdur. Doğal olaraq belə durumlar çox zamanlar olmur. Tarixin bəzi aşamalarında belə durumlarla qarşı-qarşıya gəlinir. Əzizlər, xatırlasaz, 3-4 il öncə idi, mən Quzey Azərbaycan mətbuatı ilə müsahibə eləmişdim və yaşıma, təcrübəmə, gedişatı izləməyimə və burada bəzi həssas görüşlərimizə əsasən də ona dayanaraq bəzi qonulara toxunmuşdum. Bu da buydu ki, Quzey Qafqazlar, Güney Qafqazlar, Qafqazlar deyəndə bu istilahdır. Və Orta Doğu ciddən gedir ki, bir cəhənnəmə çevrilsin. Ukrayna can atır, NATO'ya qoşulsun və Rusiya buna manidir və əngəldir. Yavaş-yavaş da bu mani olmaqlığın üzə çıxadır və pratik olaraq Ukraynanın qarşısında da durur və çeşitli yollarla təhdid edir Ukraynanı. Gürcüstan dadıb qulluğun və köləliyin və müstəmirə olmaqlığın dadını və bu mövqeyyətdən yararlanmaq istəyir və özünü bir böyük gücə bağlayaraq sigorta etmək istəyir ki, bir daha o qutub Siberiya ayısının qanlı dırnaqları arasında tutuklanmasın və əsir düşməsin. Abxaziyada, Osetiyada bilirsiniz, savaşlar var, döyüşlər var.
Qarabağ məsələsini bilirsiniz, maalesef şərəf və heysiyyətimiz sayılan məzlum Qarabağımız 16-17 ildir Rus, Erməni və Fars işbirliyi ilə və əlbəttə ki, bunların kölələri və qulları və nökərləri Quzey Azərbaycanda bunların işbirliyi ilə Qarabağ işğaldadır. Və bunu məncə Rusa, Farsa baş əymiş və onlara bağlı olan və onların mənafiindən bütün varlığıyla müdafiə edən Quzey Azərbaycan hakimiyyəti Qarabağı qurtarmaq istəmir və qurtaramayacaq. Amma millətimizin Quzey Azərbaycanda yaşayan hissəsi heç zaman o müqəddəs və məzlum torpaqların murdar ermənilərin işğalında qalmasına izin verməyəcəklər. Və Əfqanistanı görürsünüz, Pakistanı görürsünüz, Əraqı görürsünüz, Türkiyədə olan problemləri görürsünüz. Bu məntəqənin durumudur, genel durumudur. Və zaman izin verməz, icazə verməz, imkan verməz ki, biz bunların ayrıntılarına, cüz'iyyatına toxunaq. Mən yavaş-yavaş gəlirəm, yetişəm o sonuca və o nəticəyə ki, nədən daha dəqiq, daha çox hazır olmalıyıq. Əzizlər, baxınız, çoxdandır çoxlu görüşlər var. Bunları bizim kimi hərəkətçilər izləməsi lazım. İhud Olmert gedir və gəlir və gedir. İsrailin başbakanı. Dick Cheney bilirsiniz, az müddət öncə bölgədəydi. Bilirsiniz, Mısır'a, Orduna, İsrailə və sonra Türkiyəyə getdi. Və çox əhəmiyyətli danışıqlar apardılar, görüşlər geçirdilər. Və ondan qabaq İhud Olmert buradaydı. Və gene de ondan sonra İhud Olmert gəldi. Və sonra bilirsiniz, Amerikanın prezidenti George Bush bir daha bölgəyə getdi və çox önəmli savlar və mesajlar bıraktı. Hemen biraz diplomasi ve politika açısından çok dikkat eləmək lazımdır və həssas olmaq lazımdır bu cür gediş-gəlişlərə. Hemen dincəlmədən George Bush yetişmədən gene de Ehud Olmert bu günlər Amerikadadır. Və belə ərz edin ki, bir ildir Amerikanın B-2 uçakları bizim məntəqəmizdədir, bizim bölgəmizdədir. Və önəmlisi budur ki, bunlar daha çox müddət, daha uzun müddət havada qalmaq üçün camid, yanmaye, benzin olmayan, yanacaq deneməkdeydilər. Yani imtihan ve azmayış eləməkdeydilər.